Elhamdülillah, Tanrı'ya övgüler. Esselamu Aleyküm ve Rahmetullah. Bugünkü mövzu hədis inkarçıları ilə bağlı olacaq müzakirədir. Onu sizə istəyirəm çatdıram. Əlbəttə ki, bu gördüyünüz kimi WhatsApp'da olmuşdu. Elcan adında bir yoldaşdır. Allah ona yardımcı olsun. Allah ona ve onun ailəsinə xeyir və bərəkət versin. Amacım onları dəvət etməkdir. Hakka. Amacım onları Quran və sünnətə dəvət etməkdir. Bəli. Bugünkü mövzuyla sizi tanış eləyim. Mövzu deməli Quran-ı Kərimdə dua növü, yəni fiziki dua növü, yəni əli qaldırıb yuxarı dua etmək olar, yoxsa yox. Bir və ikincisi isə Quran-ı Kərimdə dua edəndən sonra üzə sürtmək barəsində dəlil var, yoxsa yox. Mən bunların deməli biz bilirik ki, hədis inkarçıların içində də ixtilaflı olacaq ayrımlar var. Təkcə Quranla yəni Quran-ı Kərim onları birləşdirməmişdi. Çünki ayrılıqları var. Hərəsi bir cürə başa düşmüşdür. Hətta bir yerdə namaz qılsalar da belə ayrı-ayrı fikirdədirlər, ayrı-ayrı düşüncədədirlər. Yəni Quran-ı Kərim yetərli bir kitab olsaydı onların hamısını bir edərdi. Həm söhbət etdiyim Elcan adında bir yoldaşdır. Azərbaycanlıdır. Deməli onun əqidəsi haqqında sizə qısa olaraq bir bildiriş verim. Bunlar deməli Rəşad adında xəlifəni elçi olaraq görürlər. Allahın elçisi olaraq görsədirlər insana. Allahın elçisidir və ona iman gətirənlərdir bunlar. 19'cular üzürlü saysınlar, yəni mənim dinləyicilərim üzürlü saysınlar. Mən bunu istehza baxımından yox, tanıtmaq baxımından deyirəm. Yəni əsas üzürü, yəni onlardan istəyirəm. Deməli 19'cular deyilir. Onlara əlbəttə ki, onlar özlərini 19'cu olaraq adlandırmırlar. Deməli, onlar nəinki hədis inkarçılarıdır, həm də onlar Quran-ı Kərimi inkar edirlər. Bütövlüklə yox, bəzi ayələrini, çox ayələrini inkar edirlər. Məsəl üçün, onlardan 2 dənə ayəti deyirəm sizə. Tövbə surəsi 128-129-cu ayələri inkar edirlər. Səbəb də nədir? 19'a yaramadığına görə, bu hesab uyğun gəlmədiyinə görə ayələrin 2 dənəsini inkar edirlər. Nəinki 2 dənəsini, çox ayələri inkar edirlər. Bunlardan ikisini sizə dedim. Yəni bunların fikirlərini bir hissəsini sizə dedim ki, biləsiniz ki, hansı hədis inkarçıları ilə mən həmsöhbət oldum. Deməli, mövzu nədir? Mövzuya keçirik. Mən Elcan yoldaşa sual etdim ki, Allaha dua edərkən, diqqət olun, yəni filmdə də görsədirəm, bu filmi sizə tam olaraq verəcəm inşallah. Filmdə deyirəm ki, Allaha dua edərkən nə cürlə dua etmək lazımdır. Gəlin bir yerdə bu filmə baxaq. Salam aleyküm Elcan. Necəsən, nə var, nə keyfin əhvalın? Sualım yəni video şəklindədir. Çünki zərurətdən yəni dolayı olaraq video çəkdim. Çünki ola bilsin mən WhatsApp'la səninlə danışıram, mən ola bilsin ki WhatsApp'la tam olaraq özümü anlata bilməyim sənə. Sənə sual verirəm. Yəni sən yəni hədis inkarçısınız, ancaq Quran-ı Kərimlə gedirsiniz. Sualım budur. Bir müsəlman yəni əlini açır Allaha, dua edir. Bax belə. Dua etmək, yəni əli açıb dua etmək, yəni Quranda var, yoxsa yox? Bu bir sual. Dua edəndən sonra əlini üzvə vurmaq var Quran-ı Kərimdə, yoxsa yox? Sualım budur. Bir də təkrar edirəm, üzrlü say. Yəni bir müsəlman belə dua eləyə bilərmi Allaha? Yəni əllərini açıb dua edə bilərmi? Edə bilərsə bu Quran-ı Kərimdəndirmi,
yoxsa Quran-ı Kərimdən qıraqda dayanan bir tarixdir, bir hədisdir, bir olaydır. Bu bir. Və dua edəndən sonra əlimizi üzümüzə vurmaq sizin dininizdə, yəni hədis inkarçılarında necədir? Yəni qəbul olunur yoxsa yox? Təşəkkür edirəm, sayğıyla, minnətdaram. Deməli mən sual etdim, cavabı isə budur inşallah. Dinləyəyin. Salam aleykum Elçin qardaş. Duanın bir ritualı yoxdur, əsaslar olsun. Yəni Birinci sözü var bu oldu, baxın. duanın bir ritualı yoxdur, əsaslar olsun. Duanın bir ritualı yoxdur. Yəni hansısa bir əl formasında Allaha dua etmək olmaz. Amma mən inşallah filmimin axırında ayələri sizə təqdim edəcəm. Yəni adam indi ola bilsin də bilmir, amma deyir ki Quran-ı Kərimdə sonunda deyir ki Quran-ı Kərimdə belə bir şey yoxdur. Amma öyrənsəydi daha gözəl olardı. Bilmədiyi şey haqqında danışır. Yəni bir xüsusiyyətlərindən də biri budur ki, bunlar bilmədiyi şeylər haqqında, Allah barəsində bilmədiyi şeylər haqqında danışırsa, indi görün insanlar haqqında nələr danışır. İnciməsinlər, yəni bu həqiqətdir. Nəysə, davam eləyirik. Yəni dua bir rituala bağlanmır. Duanı sən nə bilim əlvi Allaha açıb da dua eləyə bilərsən. Nə bilim oturarkən də dua eləyə bilərsən, qəlbindən də dua eləyə bilərsən. Necə deyim, Rəbbinə müraciətlə də, əlin yanında da dua eləyə bilərsən. Duanın bir ritualı yoxdur, nə də mən Quranda onun bir ritualını görməmişəm. Yəni bəlkə də nəyisə gözdən qaçıra bilərəm, hər şeyin doğrusunu bilən Rəbbimdir. Amma əli açdın, əli üzünə çəkdin, bu biraz ənənəvi dinlərdən gəlir. Əli açdın, əli üzvə sürtdün, ənənəvi dindəndir. Yəni hədislərdən gəlir bu. İnşallah davam eləyirik. Mənim məqsədim var. Çünki Rəşid xəlifə dua edərkən əlini qaldırır yuxarı və üzünə sürtür. Və özləri də etiraf edirlər ki, bu üzə sürtmək yaxşı bir şey deyil. Davam eləyirik. Gələn bir şeydir. Yəni güya indi mən əlimi göyə açmasam, Allah mənim, əgər mən doğru bir qulamsa, duamı qəbul eləməyəcəkmi? Biz sənə sual verdik. Yəni Elcanın bir dənə də bir problemlərindən də biri budur ki, birini sizə dedim, bilmədiyini danışır Quran-ı Kərimdən. İkinci xüsusiyyəti budur ki, mövzunu həmişə uzadır və başqa yerlərə aparır. İndi onu da görəcəksiniz inşallah. Xüsusiyyətləri, yəni pis xüsusiyyətləri var. Mən istərəm ki, Allaha and olsun, doğru deyirəm. Mən istəyərəm ki, o düzəlsin. Düzdür, hər kəs öz dinini müdafiə etməkdən ötürü yalana da gedir, görürsən. Bəziləri yalanın içərisində doğru da qatır. Sual verənə cavab verməkdən ötürü tək bir söz olsun deyənə söz oyunu oynayır. Amma mən sual vermişəm. Bu Quran-ı Kərimdə var yoxsa yox? Dua etmək olar yoxsa yox? Quran-ı Kərimdə yoxdur və salam. Bu hədislərdədir və salam. Bunun cavabı belə qısa, konkret olmalıdır. Davam eləyirik. Yoxsa İbrahimmi, yoxsa Muhammed Nəbimi əlini açıb dua eləyirdi. Dua sadəcə dillə, Rəbbinə sidq ürəklə tövbə edib. Nə İbrahim aleyhisselam, nə də Muhammed, Allahın salamı olsun onlara və onların ailəsinə əlini açıb dua etməmişdi. Ancaq və ancaq dillə olmuşdu. Amma Rəşid xəlifə, yəni Allahın elçisi bunlara görə Allaha əlini açır, dua edir və sonunda da üzünə əl çəkir. Bunların hamısını göstərəcəm inşallah sizə. Allaha yanaşmaqdır. Yəni Rəbbindən istəməkdir. Zaten Rəbbimiz qəlbləri bilir. Yalandan mən əlimi açım, dua edeyim, ay Rəbbim bunu ver, onu ver, sonra əlimi üzümə çəkeyim. Bunlar biraz ənənəvi dindən gələn bir ritual xarakteri daşıyır. Ənənəvi dindən gələn, yəni hədislərdən gələn bir virtualdır bu da. Bu şey yəni qəbul olunması bir şey deyil. Allahu Ekber, la ilahe illallah. Vallahi mən həmişə demişəm və yenə də deyəcəm, siz nə qədər də hədisləri inkar etsəz də, hədislər sizin həyatınızda, ibadətlərinizdə rol oynayır. Dua da bir ibadət olduğuna görə fiziki əldən istifadə olunur. Bunu
Quran deyir, dəlillər gətirəcəm inşallah. Bir də həmçinin də Rəşad xəlifə elçi dedikləri insanın filmini sizə təqdim eləyəcəm. Mən bir də qoyuram onun səsini ki, qoy. Salam aleykum, salam aleykum Elçin qardaş. Duanın bir ritualı yoxdur, əsaslar olsun. Yəni dua bir rituala bağlanmır. Duanı sən nə bilim əlvi Allah açıb da dua eləyə bilərsən, nə bilim oturarkən də dua eləyə bilərsən, qəlbindən də dua eləyə bilərsən. Necə deyim, Rəbbinə müraciətlə də, əlin yanında da dua eləyə bilərsən. Duanın bir ritualı yoxdur. Nə də mən Quranda onun bir ritualını görməmişəm. Yəni bəlkə də nəyisə gözdən qaçıra bilərəm. Hər şeyi doğrusunu bilən Rəbbimdir. Amma əli açdın, əli üzünə çəkdin. Bu biraz ənənəvi dinlərdən gələn bir şeydir. Yəni göyə indi mən əlimi göyə açmasam, Allah mənim əgər mən doğru bir qulamsa, duamı qəbul eləməyəcəkmi? Yoxsa İbrahimi, yoxsa Muhammed nə bilim əlini açıb dua eləyirdi. Dua sadəcə dillə Rəbbinə sidq ürəklə tövbə edib Allaha yanaşmaqdır. Yəni Rəbbindən istəməkdir. Zaten Rəbbimiz qəlbləri bilir. Yalandan mən əlimi açım, dua edeyim, ay Rəbbim bunu ver, onu ver, sonra əlimi üzümə çəkim. Bunlar biraz ənənəvi dindən gələn bir ritual xarakteri daşıyır. Elcan, başa düşdüm ki, belə əli yuxarı qaldırıb və sonra sonunda əli üzə çəkib dua etmək bu ənənəvi dindəndir. Yəni hədislə gedənlər belə dua edərlər. Amma belə Qur'anla gedənlər isə əli yuxarı qaldırıb və sonunda da əli üzə çəkmək isə bu Quran-ı Kərimdə olmadığına görə bu bir ənənəvi bir dindir. Bunu Quran-ı Kərim təsdiq etmədisə biz bunu qəbul etməməliyik. Təşəkkür edirəm. Mən bunu belə başa düşdüm yəqin ki. Allah razı olsun. Mənə ki vaxt ayırsan. Allah səndən də razı olsun qardaş. O sadəcə yəni Quranı takib edən kəs də nə bilim elə dua eləsə bir sakıncası yoxdur, amma yəni Quran-ı Kərimi takib eləyənlər, yəni hədisi inkar edib Quran-ı Kərimi takib eləyənlərin belə dua etməsi sakıncası yoxdur. Niyə? Niyə sakıncası yoxdur? Bəs Quran-ı Kərimdə olmayan bir şeyə dua növünü niyə həyatınızı salırsınız? Həm yuxarıda inkar edirsən, həm aşağıda da qəbul edirsən. Baxın, iki tərəfli söz oyunu oynayırlar. Lütfən, xahiş edirəm, yəni mənə qarşı düşmənçilik edirsinizsə eləyin, amma ədalətli olun. Mənim amacım budur ki, sizin özünüzü sizə göstərmək istəyirəm ki, Quran-ı Kərimdən getmirsiniz. Hədisləri tamam inkar etdiniz. Bəlli, məşhur. Hədisləri inkar etdiniz. Amma bu tərəfdə də Quran-ı Kərimin içərisində olmayan bir dəlillə ibadət edirsiniz. Və deyirsiniz ki, Quran-ı Kərimdə yoxdursa bir sakıncası yoxdur bunu etmək. Quran-ı Kərim hər şeyə cavab verirdi. Siz Quran-ı Kərimdən qırağa çıxmayıb ibadət edirdiniz. Siz Quran-ı Kərimdən yola çıxıb bütün hədisləri Quran-ı Kərimlə təmizləyirdiniz bəs. Hədisləri öz ibadətlərimizə yalnız və yalnız Quran-ı Kərimlə salırdınız bəs. Nə oldu? Namazınız Quran-ı Kərimdə yoxdur, qılırsınız. Cüməniz Quran-ı Kərimdə yoxdur, qılırsınız. Namazın hərəkətləri Quran-ı Kərimdə yoxdur, qılırsınız. Və hədis inkarçı olaraq iddia edirsiniz ki, Quran-ı Kərim yetər, amma yeterli değil. Yeterli olsaydı her bir şeyi Kur'an-ı Kerim'den yapardınız, ederdiniz. Ya lütfen dininizdə səmimi olun. Davam eləyirik. Elə bir ritual yoxdur. Elə bir ritual, yəni Quranı takib edən kəs də nə bilim elə dua eləsə bir sakıncası yoxdur, amma yəni elə bir ritual yoxdur, orada bir məcburiyyət yoxdur, vacibiyyət yoxdur. Yəni ha əlvi qaldırıb üzvə çəksən nə olacaq, ha əlvi qaldırmayıb üzvə çəkməsən nə olacaq? Yəni bu bir önəm kəsb eləmir. Məsələ sənin tövbə edib sidq ürəkdən Allaha dönüb Allahdan dua edib istəməyindir. Əsas məsələ odur. Allah bizim göstərişimizə, görünüşümüzə yox, əsas qəlblərə baxır. Hər kəs qəlblərdən sorumludur. Bəs əl ibadəti var. Allah Subhanahu Taala'nın demədiyi halda Allahın yanında durmaq nə qədər doğrudur? Etdiyin bir əməl Allahın kitabına uyğun olmalıdır, yoxsa yox? Çünki sən həyatında belə, namazında belə fiziki hərəkətlər edirsiniz, əlbağlı namaz qılırsınız. Dəlil var Quran-ı Kərimdə. Deyəcəksən yox,
fərq etməz. Ya bu fərq etməzi hardan aldınız? Allah dedi mi ki, əl bağlı olaraq Allahın kitabında olmayan bir şeyi dinə salıb və bunu Allaha qaytarmaq hansı dəlillə uyğundur? Dua edirsiniz, Quran-ı Kərimdə yoxdur. Namaz qılırsınız, Quran-ı Kərimdə yoxdur. Davam eləyirik. Ezan, salam aleyküm Ezan. Necəsən, nə var, nə keyfin? Yaxşı olasın. Ezan, dünənləri sən bir söz dedin ki 1 dəqiqə 37-ci saniyədə dedin ki, bu yəni şeydir də, Quranda belə bir şey yoxdur. Bu ancaq yəni hədislərdədir. Amma belə deyək, sizin Peyğəmbər dediyiniz yəni insan bunu etmişdi. Yəni əlini açmışdı göyə, dua eləyib və üzünə sürtmüşdü. O da yəni Quran-ı Kərimlə getmir. Yəni buna necə aydınlıq verə bilərsən, necə açıqlama verə bilərsən? Çünki siz Quran-ı Kərim yetərlidir deyirsiniz. Yəni mən dalaşmaq istəmirəm. Heç o da deyiləm. Sadəcə sual cavab veririk də. Və bir daha yenə təkrar təşəkkür edirəm ki, mənə vaxt ayırırsan. Sadəcə iki yoldaş olaraq söhbət edirik də. Düzdür, indi bu sözüm sənə biraz qızıq verə bilər, yəni hirslənə bilərsən, amma yəni xahiş edirəm hirslənmə. Yəni yerində ol. Hirslənmə, sadəcə buna cavab ver. Yenə deyirəm, dünənləri sən deyirsən ki, bu dini adətinə nədir? Quranda bu şeyin təsdiqi yoxdur. Yəni buna da cavab vermək lazımdır. Nə ilə cavab vermək lazımdır? Quranla cavab vermək lazımdır. Bəli, Quranla cavab verdin. Dedin ki, bunun dəlili Quran-ı Kərimdə yoxdur və bunun önəmli deyil də. Yəni bu əli açıb yuxarı dua etmək və həmçinin də üzə sürtmək. Amma yenə deyirəm, sizin qəbul etdiyiniz Peyğəmbər, amma bizə görə yəni Peyğəmbər deyil. Sizin qəbul etdiyiniz Peyğəmbər sənə görə və Quran-ı Kərimə görə Quran-ı Kərimdə olmayan bir üsul və qayda ilə Allah Subhanahu taala dua edib. Yəni əlini açıb dua etmək Quran-ı Kərimdə olmadığı təqdirdə, əlini açıb dua edib içinə dua edib üzünə sürtmək Quran-ı Kərimdə olmadığı təqdirdə biz görürük ki, sizin Peyğəmbər dediyiniz insan özünün YouTube kanalında, başqa sosial şəbəkələrdə deyir ki, Quran yetərli deyilmi? Biz Quran-ı Kərimdən qıraqda heç nə etmirik, amma öz həyatına Allahla bir dua eləyir. O duanın içinə də Quran-ı Kərimdən dəlil yox. Bizim, yəni sizin qəbul etmədiyiniz adət-ənənə dediyiniz üsul və qayda ilə dua edir və sonunda da üzünə əlini sürtür. Yəni bunu açıqlama nə ola bilər? Onda siz yəni bunu gördükdə bu doğru deyil dediniz də bayaq. Dünənlər yuxarıda dediniz 1 dəqiqə 37-ci saniyədə axır sözünüz bu oldu ki, bu yəni doğru olacaq bir şey deyil. Amma doğru olmayacaq bir şeyi sizin Peyğəmbər dediyiniz insan öz həyatına salıb və bunu eləyir. Yəni bu necə bir Peyğəmbərdir ki, yəni kitabdan dəlil götürmür. Yəni kitabdan dəlil götürmür. Bizlərdən, mən nə bilim, qəbul etmədiyi xəttlərdən, hədislə gedəcək insanların ibadətlərindən götürür və öz həyatına qatır. Buna bir aydınlıq verərdiniz də inşallah. Salam aleyküm qardaş. Yox, istəmirəm. Subhanallah. Yəni deməyim odur ki, bu bir ritual qaydasına bağlı deyil. Sən deyirsən ki, o hədislərdədir, hədislərdə yox. Yəni ənənəvi dində daha çox onu deyə bilərlər. Biz atalarımızın dinini takib edirik. Başa düşürsən? Atalarımızdan görə dinimizə baxırıq, onu Qurandan təmizləyirik. Bax, Atalarımızdan görə din yaşamaq olar. Allah Quran-ı Kərimdə Bəqərə surəsinin 170-ci ayəsini səhv etmirəmsə, Allah deyir, atalarınızın yolu bəlkə səhvdir. Siz əlinizdə Quran-ı Kərim olduğu təqdirdə niyə atalarınızın yolu ilə gedirsiniz? Başa düşə bilmirəm. Yetərli deyil. Bunu deyin geçsin, Allahu Ekber, la ilahe illallah. Yəni bu inciməyin, bu ikiyüzlü bir din yaşamaqdır. Dində daha çox onu deyə bilərlər. Biz atalarımızın dinini takib edirik. Başa düşürsən? Atalarımızdan görə dinimizə baxırıq, onu Qurandan təmizləyirik. Onu Quranla təmizləyirik. Əli üzə sürtmək. Quran-ı Kərimdə harda təsdiqi var ki, Rəşad xəlifə bunu edir? Harda var? Gah deyirlər ki, bizə Quran-ı Kərim yetər. Quran-ı Kərim hər şey bizə vermişdir. Ondan qırağa çıxmırıq. Bir tərəfdən də deyirlər ki, atalarımızın yolu ilə gedirik. Ya bu nə dindir yaşayırsınız? Allahu Ekber. Bir də qulaq asaq. Allah. Yəni deməyim odur ki, bu bir ritual qaydasına bağlı deyil. Sən deyirsən ki, o hədislərdədir, hədislərdə yox. Yəni ənənəvi dində daha çox onu deyə bilərlər. Biz atalarımızın dinini takib edirik.
başa düşürsən. Atalarımızdan Subhanallah. görə dinimizə baxırıq, onu Qurandan təmizləyirik. Bax, atamız İbrahimin dinindəyik. Amma Quran bizə atalarının dinini körü-körünə takip eləmə deyir. Elçi orada, məsələn, dua eləyə bilər, insanda bir vərdiş qala bilər. Mən də dua eləyəndə əlimi, məsələn, birdən qaldıraram, Allahdan istəyərəm. Konkret başa düşürsən, bir ritual qaydası yoxdur. Quran sənə demir, əlləri çevir, içini qaldır və yaxud. Bax görürsüz, Allaha şər atır. Quran demir, əlimi yuxarı qaldır. Ya olmaz, Subhanallah elə elə. Denə bilmirəm. Denə yoxlayaram, baxaram. Baxın, ey səmmi hədis inkarçıları, ey səmmi insanlar. Baxın, öz dinini qorumaqdan ötürü Allahın kitabına necə şər və böhtan atır. Əlbəttə ki, bu mənim Elcan bu mənim filmimi baxandan sonra mənə səs atacaq, amma kusura baxma. Mən səni heç olmasa Allahın kitabına qayıt. Heç olmasa bunu Qurani-Kərimlə cavablandır. Deyən Qurani-Kərimdə yoxdur. Rəşad xəlifə də səhv eləyib. Səhv eləyib. Subhanallah, la ilahe illallah. Qurani-Kərimə zid olacaq bir dua növü salmısınız öz ibadətlərimizin içərisinə. Dua etmək nədir? İbadətdir. Əlləri yuxarı qaldırıb və sonunda da üzə çəkmək nədir? Bunun hansı Qurani-Kərimdə varsa təsdiq eləyəcək, hansı Qurani-Kərimdə yoxdursa inkar edəcək. Rəşad daha doğrusu, mən həmişə qatışdırıram bunları. Xəlifə elçi seçdiyiniz insanı Qurani-Kərimdən etdiyi dua uyğun gəlmir. Qurani-Kərim o dua növünü təsdiqləmir, inkar edir. Mən bu filmi göstərəcəm inşallah sizə. İçin qaldırma, abratını fırra, Quran sənə bu sözləri demir. Mən onu demək istəyirəm, qardaş, sən sadəcə məni tam anlaya bilmirsən. Mən səni yaxşı anlayıram. Qardaşım, bir də o bizim qəbul etdiyimiz Peyğəmbər deyil, o son Peyğəmbər Muhammed Nəbidir. Peyğəmbər kitab alandı, hikmət alandı. Yəni, son kitab alanda Muhammeddir. O, Rəşad xəlifə elçidir. Muhammeddən sonra Peyğəmbər gəlməyəcək, amma elçi gələcək. Rəşad gəldi, getdi. Bizə Rəşad maraqlı deyil, nə də Muhammed maraqlı deyil. Bizə Rəşad maraqlı deyil, bizə Muhammed maraqlı deyil. Sonuncu Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə maraqlı deyil. Subhanallah, la ilahe illallah. Bax budur. Onun üçün onlar Allahla Rəsul arasına girib, onlar Allahla Peyğəmbər arasına girib, Peyğəmbəri ortadan çıxardıb, yerinə özləri oturmaq istəyirlər. Qurani-Kərimi özləri şərh edirlər, özləri təhsir edirlər. Və sonra da deyirlər ki, Qurani-Kərim bizə yetər, amma öz ibadətlərinə hədislər qatmışdılar. Allahın və şükürlər olsun. Allah subhanahu teala sizin fitrətinizdən belə bu hədisləri çıxardır. Siz istəməyə etdiyiniz ibadətlərin içərisində hədislər var ki, o hədislər hədisdir, ayət deyil. Fitrətlə də belə sizə Allah bunu sizə yedizdirir. Bədənlərinizə əmr edir ki, bunu yaşayacaqsınız. Namazın içində əlbağlı namaz qılacaqsınız. Sorğu sual etdikdə sizdən ki, bunun dəlilini Qurani-Kərimdə verin. Deyirsiniz, yoxdur Qurani-Kərimdə. Biz baxırıq və qıraqda necə namaz qılıblarsa onu elə götürürük. Namaz qılmaq 3 cürə olmuşdur. Daha doğrusu 4 cürə olmuşdur deyəcəm. Hristiyanların namazı da var. Yahudilərin də namazı var idi. Məkkə müşriklərin də namazı var idi. Hansı doğruydu? Hansı doğruydu? Hansını doğru bilirsən? Gəldik müsəlmanların namazına. Müsəlman namazı qıldığımız 4 cürə namaz var. 5 cürə namaz var. Əl göbəkdən aşağı, yuxarı və sinənin üstü və əli açıq və əli bağlı. Hansı doğrudur? Sual verirəm, deyirlər ki, fərq etməz. Hansını qılarsan qıl. Ya öz ibadətin içərisinə öz istəyinlə girə bilməzsən, ayətini gətir, əl-bağlı namaz qılmaq üçün dəlil nədir? Baxın, insanlar, Allahu Ekber, la ilahe illallah, insanlar hədisləri inkar edərək öz ibadətlərinin hədislə doldurmuşdular. Rəbbim, necə də bu tayfa niyə belə özlərini inkar etməkdən inkar edir? Hadisi inkar edir, amma
duaların içinə, namazın içinə hədis gətirib qoyur. Davam eləyirik. Bizə Muhammedin, Rəşadın Allahdan gətirdiyi mesaj maraqlıdır. Biz onunla ilgilenirik. Bizə yoxsa insanın önəmi yoxdur. Xristiyan İsa'nı tərifləyir, yaxud da Musanı, müsəlman Muhammedi və yaxud indən sonra Rəşad tanındıqca, yayıldıqca başlayacaqlar Rəşadı bütləşdirməyə. Bizim elə bir şeyimiz yoxdur. Bizə maraqlı olan tərəfi Allahın mesajıdır. Zaten Rəşadı bütləşdirdiniz. Dəlil nədir? Dəlil budur ki, o dedi Quran-ı Kərimin Tövbə surəsinin 128-129-cu ayəti yoxdur. Siz də onu təsdiq etdiniz. Allahın ayətini bir elçi ilə inkar etdiniz. Heç bir peyğəmbər, heç bir peyğəmbərin möcüzəsini inkar etməmişdi indiyənə kimi. Amma siz tayfa Muhammedə nazil olan, Allahın salamı olsun ona və onun ailəsinə, Muhammedə nazil olan, möcüzə olan Quran-ı Kərimi elçi ilə, Rəşad adında bir elçi ilə inkar etdiniz. Doğru deyil, yox qardaş. Anlamırsan, eləyə bilərəm, mən də əlimi açaram, dua eləyə bilərəm. Bunu, nə bilim, buna Qurandan dəlil istəmək, bunu Quranda varmı, yoxdurmu demək, bunun ona bir aidiyyəti yoxdur. Yəni bu Necə adiyyəti yoxdur? Sual verirəm. Quran-ı Kərim etdiyiniz bir hərəkətin Quran-ı Kərimdən dəlilini gətir. Nə oldu? Özünüzə gələndə, dəlil istəyəndə, sıxılanda difara, küncünə, bunun buna adiyyəti yoxdur, onun buna adiyyəti yoxdur. Etdiyiniz əməlin, etdiyiniz ibadətin dəlilini Quran-ı Kərimdən gətirin. Lütfən Allahdan qorxun, subhanallah, ilə ilə. Ya Quran-ı Kərimdən gedin, ya da getmirsinizsə, bütün ibadətlərinizi əl-bağlı namaz qılmaq, cümə namazı qılmaq, cəmaat namazı qılmaq, qabaqda imam dayanıb, arxada insanları saxlamaq, cümə namazı vaxtı 2 rükət qılmaq, xütbə vermək və s. Əssalamu aleykum sağa, əssalamu aleykum sola. Bunlar Quran-ı Kərimdə yoxdur. Bunlar hədislə sabitdir, subhanallah. Quran-ı Kərim nə oldu? Yetərli idi. Görürsünüz, yetərli deyil. Quran-ı Kərim yetərlidir içindəki olanlarla. Nəsə deyim, vacibiyyət, önəm kəsb eləməyən bir şeydir. Mən də əlimi açıb dua eləyə bilərəm, əlimi açmayıb da dua eləyə bilərəm. Bunun bir önəmi yoxdur. Önəmli olan Rəbbə yönəlib, yəni sidq ürəklə Rəbdən diləməkdir. Ki, o günaha dönməmək, Allahdan istəmək, diləmək. Başqa yəni o hərəkətlərin bir önəmi yoxdur. Buna baxın, yazı yazıb ki, mən bunu harda demişəm. Sən bunu burada demişsən də, qoyuram, bax. Ondan mən əlimi açım, dua edeyim, ay Rəbbim bunu ver, onu ver, sonra əlimi üzümə çəkeyim. Bunlar biraz ənənəvi dindən gələn bir ritual xarakterdir. Ənənəvi dindən gələndir. İndi gəlin, Rəşad xəlifənin elçi seçdikləri, önləri gördükləri Amerikada yaşayan birisi idi. Dünyasını dəyişib. Onun dua növünə baxaq. Elhamdülillah Tanrı'ya övgüler sunuyoruz ve eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve tanıklık ediyoruz ki yalnızca tek Tanrı vardır, yalnızca tek Tanrı'ya taparız. Bizler Tanrı'nın görüşünün tarafındayız. Ki yalnızca Tanrı bizim sahip ve efendimizdir. Ki başka hiçbir yaratık, hiçbir aziz, hiçbir peygamber, hiç kimse bize yardım edemez veya zarar veremez. Yaşayan veya ölü. Bir də baxırıq. Fikir verdiniz, əlini açdı yuxarı, dua elədi və sonunda üzünə çəkdi. İndi isə Elcan həmişəki olduğu kimi mövzudan yayınır, başqa bir mövzuya keçid alır. Mən bu dəlili atdım ki, əli açıq, yəni Quran-ı Kərimdə deyirsənsə yoxdur, bu eləyir. Əli sürtmək Quran-ı Kərimdə yoxdur, bu eləyir. İndi müdafiə eləyin. Bax, bu Allahın kitabı ilə müdafiə eləyin. İndi görün nələr danışır, nəsihət verir. Ya mənim lütfən sualıma cavab ver. Qardaş, eləyə bilər Rəşad, mən də eləyə bilərəm. Demədim ki, məsələn, bunu eləmirik, eləmək olmaz. Yəni, belə bir qadağa yoxdur, nə də bir... Və demirsən ki, adətənə nədir? Demirsən burada. Bax, nə deyirsən burada? Axı deyirsən axı. Bu dindən deyil.
Nətər eləyə bilərsən? Dindən olmayan şeyi niyə ibadətivə salırsan? Dindən olmayan bir şey niyə həyatıva salırsan? Dindən olmayan bir şeyi niyə Qurani-Kərimdən təsdiq etmirsən? Buyur. Onu ver, sonra əlimi üzümə çəkim. Dua eləyim, ay Rəbbim bunu ver, onu ver, sonra əlimi üzümə çəkim. Bunlar biraz ənənəvi dindən gələn bir ritual xarakteri daşıyır. Buyur. Bu da sənin səsin. Amma burada da nə deyirsən? Belə bir qardaş eləyə bilər Rəşad. Mən də eləyə bilərəm. Demədim ki, məsələn Eləyə bilərik. Dəlil hardandır? Qurandandır mı? Eləyə bilərik. Mən də eləyə bilərəm. Subhanallah ilə. Bəstirin Allahu Ekber. Bəstirin özünüzü Allahın kitabı ilə müdafiə eləyin. Bizə Qurani-Kərim yetər. Hanı bu nağıl sözlər? Hanı nə oldu? Niyə yetərli olmadı? Niyə eləyə bilərsən sən axı? Görün nə deyir? qardaş eləyə bilər Rəşad. Mən də eləyə bilərəm. Demədim ki, məsələn bunu eləmirik, eləmək olmaz. Yəni belə bir Eləmək niyə eləmək olmaz da? Qurani-Kərimdə yoxsa eləmək olmaz da? Qurani-Kərim bunu sənə verir, eləyəsən. Allahu Ekber. qadağa yoxdur, nə də belə bir ritualı yoxdur. Gözəl insan. Mən heç nəyə də qıcıqlanmıram. İnansan, mən son zamanlar nə ilə məşğulam ki, yəni o təmiz, o Getdi başqa bir mövzulardan danışır. eləyir. Kadir harda, nəyi necə deyəcəyini məndən sənə bir qad ola bilər, mən səndən yaşda kiçiyəm. Yəni burada mövzunu dəyişir. İstəyirsiniz sizin üçün qoyum, indi ola bilsin deyərsiniz ki, orada cavab verir. Buyurun baxın. Qardaş eləyə bilər Rəşad. Mən də eləyə bilərəm. Demədim ki, məsələn bunu eləmirik, eləmək olmaz. Yəni belə bir qadağa yoxdur, nə də belə bir ritual yoxdur. Gözəl insan. Mən heç nəyə də qıcıqlanmıram. İnansan, mən son zamanlar nə ilə məşğulam ki, yəni o təmiz, o əsəb damarım var, məsələn, onu yığışdırın. Çünki o bizə o ətrafından yoldaşlandı. Biz zehnimizdə mübarizə aparırıq. Mən ona görə videoları falan hələ ki dayandırmışam. Amma gözəl planlarım var. Gözəl insanları necə deyim, ayıldıcı, arındırıcı, kəsinliyə çatdırıcı videolar üzərində işləyirəm. Yəni mən sənə də onu məsləhət görürəm. Bu tartışmanın başını burax. Allah deyir, onun yolunu gözəl şəkildə təbliğ eləməyimizi bizdən istəyir. Allah gözəl şəkildə. Yəni sən o bütə tapanların yerinə cavab verən deyilsən. Mən sənin videolarına diqqət edirəm. Mənim tipdə gedirsən. Mən də təzə-təzə elə başlamışdım, amma doğru təbliğ yolu deyil. Əgər o insanın sənin çağıracağı yola gələcəyidirsə, məsələn, sən deyirsən Quran və sünnədə, indi biz onu demirik çünki Quran onu demir. Qıcıqlanacaqsan bilirəm, amma deyirəm. İndi məsələn sən Quran və sünnə çağırırsansa, sən ona atma Biz Quran və sünnət deyirik, 200'ü deyilik də, dediyimizi həyatımızda əməl eləyirik. Amma siz deyirsiniz ki, ancaq Quran, bu tərəfdən də gizli ibadətlərimizə sünnət qatmışsınız və cəmaata da çatdırırsınız ki, bu Qurandır. Biz din yaşayanda kişi kimi din yaşayırıq. Allahu Ekber. İncimeyin lütfen, xahiş edirəm. İncimeyin məndən. İnciməyizə haqqınız yoxdur, subhanallah. Belə olmaz ki. atıb, onu iynələyib, onu müdafiəyə keçirtmə. O da onun dinidir, başa düşdün? O avtomatik başlayacaq müdafiə olmağa başlayacaq. Bu burada mənə öyüd nəsihətlər verir. Sağ olsun yenə. Yəni Kadirin təbliğ metoduna bax. Yəni biz təslim olanların içərisində çox redki elə adam var ki, Kadir kimi səbirli, Kadir kimi təbliğ başa düşdün? Yəni biraz qabağa məsələn qabağa verirəm. Yəni cavab verə bilmir də. Çoxumuz irəli təslim olanlar deyilik. İrəli təslim olan nə deyib? Bəlkə aramızda birisi var, cavab verəcək. Üzə sürtmək nə qədər doğrudur? Yəni bunun heç əsəbi yoxdan vermir. Qardaşım belə şeylər çoxdur. Yəni burax başını. Məndən sənə bir qardaş ola bilər. Mən səndən yaşda kiçiyəm. Mənim 40 yaşım var. Amma mən nə dediyimi bilirəm də. Yəni Quranı oxuduqca görürəm ki, o deyil. Mən də əvvəl sənin kimi təbliğatlar, sənin kimi məsələn hücum xarakterli başa düşürsən eləmişəm. Sənin də mənim də elədiyim hücum xarakterli olub. Yəni o təbliğlə insanları yəni doğru yola gətirə bilməli. Nəysə gördüyünüz kimi öyüd nəsihət verir. Elhamdülillah. Allah kömək olsun. Ey səmimi hədis inkarçıları, baxın, Rəşad yəni Elcan cavab verə bilmədi. Vallahi mənim amacım budur ki, siz bu hədisləri həyatınıza qatmısınız və cəmaata da anladırsınız ki, Qurani-Kərim yetər, amma öz dualarınızda, hədislər, öz namazlarınızda, öz həyatınızda virtual olaraq, fiziki olaraq ibadətlər var. Mən sizi Allahdan qorxmağa dəvət edirəm inşallah. Kanalımı izləyin. TikTok kanalım Qur'andır. İzləyin. YouTube kanalıma abunə olun və həmçinin Əhl-Beyt adında çoxlu Telegramda qruplarım var. Onlardan bir dənəsini sizə deyirəm. Əhl-Beyt adında Telegram qrupum var.
orada qoşulun. Təşəkkür. Mən sizin hamınızı Quran və sünnətə, mən sizin hamınızı Allahın kitabına, Rasulullahın sünnətinə dəvət edirəm. Mənim davam budur ki, sizdəki olan, sizin bədəninizdə oturan iblisi çıxardıb, ora Allah Subhanahu taala ayələrini, ora Allah Subhanahu taala hədislərini açıq-aşkar özünüz gördüyünüz təqdirdə açıq-aşkar olaraq, səbəb olaraq mənim vasitəmlə dəvət olunasınız bu haqqa. Əssalamu aleykum və rəhmətullah. Elhamdülillah, Tanrı'ya övgüler. Elhamdülillah, Tanrı'ya övgüler. Elhamdülillah, Tanrı'ya övgüler sunuyoruz ve eşhedü en la ilahe illallahu vahdehu la şerikele ve tanıklık ediyoruz ki yalnızca tek Tanrı vardır, yalnızca tek Tanrı'ya taparız. Bizler Tanrı'nın görüşünün tarafındayız. Ki yalnızca Tanrı bizim sahip ve efendimizdir. Ki başka hiçbir yaratık, hiçbir aziz, hiçbir peygamber, hiç kimse bize yardım edemez veya zarar veremez. Yaşayan veya ölü. Və itaət etdim. Sənin kitabında heç nə əskik deyil. Mən əgər bu kitabı qoyub kənarda izah axtarıramsa, mən Rəbbimin kitabını əksi hesab edirəm. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çeynəyirəm. Çünki Allah deyir, mən bu kitabı ixtilafları aradan qaldırsın deyə göndərdim. Ancaq sən deyirsən ki, bu kitabda anlaşılmır deyə, ixtilaf var deyə, mən hədislərdə bunun açıqlamasını gözləyirəm. Məhəmməd açıqlayıb. Bir dəqiqə gözlə.